Salam, sabahınız xeyir olsun. 29 iyul 2026-cı il tarixidir. Yay fəslinin 40-cı gündür. Səfər ayının 15-ci günüdür. İyul ayının sonuncu həftəsinin sonuncu 3-cü çərşənbə günüdür. Günümüz xeyirli uğurlu keçsin, işlərimiz avand olsun. Ən əsası canımız sağ olsun, sülh, əmin-amanlıq, firavanlıq olsun bu gündə. Bununla yanaşı isə 29 iyul günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülh, əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin olan bir üçüncü günü, çərşənbə günü keçirmələrini arzularım. 29 iyul gündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, sülh, əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, şad xəbərlərlə zəngin dolu olan bir üçüncü günü, çərşənbə günü keçirmələrini arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram və eləcə də müəllimlərin işə qəbulu, sertifikasiya imtahanından uğurlu nəticələr göstərib, müsahibə mərhələsinə hazırlaşanlara can sağlığı, zehin açıqlığı və bu mərhələdən də uğurla keçmələrini arzulayıram. Müəllimlərin işə qəbulu, sertifikasiya imtahanından uğursuz olan şəxslərə isə can sağlığı, ruhdan düşməməyi, ruh yüksəkliyi ilə yenidən hazırlaşaraq imtahanlara qoşulub yüksək nəticələr əldə etmələrini arzulayıram. 29 iyul günündə kimlərin ki, rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 29 iyul günündə kimlər xatırlanır, yad edilir, anılır, ruhları şad olsun və onları gözəl, xoş xatirələrimizlə kinsiz, küdurətsiz xatırlamamızı, yad etməyimizi, anmamızı arzulayıram. Bununla yanaşı 29 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Sülh, əmin-amanlıqlı, can sağlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin olan bir üçüncü günü, çərşənbə günü keçirmələrini arzulayıram. 29 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür, peşə günüdür, hansısa bir nailiyyəti olan bir gündür, müvəffəqiyyət əldə etdiyi gündür, uğur qazandığı gündür. Hər birini bu münasibətlə təbrik edirəm. 29 iyul günündə də ötən ildə qeyd etmişdim, tarixi günlər olur ki, bu tarixi günlərdən biri də məhz 29 iyula təsadüf edir. 29 iyulda baş verən tarixi hadisələr isə bunlardır. 29 iyul Rumuniyada himn günü kimi qeyd olunur. 29 iyul 1858-ci ildə Amerika Birləşmiş Ştatları ilə Yaponiya arasında müqavilə imzalandığı gündür. 29 iyul 1901-ci ildə Amerika Birləşmiş Ştatlarında Sosialist Partiyasının əsası qoyulduğu gündür. 29 iyul 1921-ci ildə Adolf Hitler Alman Nasional Sosialist Fəhlə Partiyasının lideri olduğu gündür. 29 iyul 1948-ci ildə Londonda Olimpiya oyunlarının açılışı olduğu gündür. 29 iyul 1957-ci ildə Beynəlxalq Atom Enerji Agentliyi əsası qoyulduğu gündür. Bununla yanaşı 29 iyul 1967-ci ildə Karakasda baş verən zəlzələ 500 insanın həyatına son qoyduğu gündür. 29 iyul 1990-cı ildə Kahin şəhərinin adı dəyişdirilərək Tver adlandırıldığı gündür və daima himnimizi qoruyaq, qeyd edirəm tarixi günlərə əlavə olaraq. Bununla yanaşı gözəl partiyalarımız olsun, xalq üçün, millət üçün çalışan belə bir partiyamız da var. Bununla yanaşı heç zaman zəlzələ olmasın, gözəl, şad, xürrəm ömür, həyat sürmüş olar. Dinlədiyiniz üçün təşəkkür edirəm.